Uşaqlarda qan azlığının qabağını necə almaq olar? Bir hematoloq, pediatr kimi valideynlərə tövsiyə. Qan azlığı ümumiyyətlə bütün yaşlarda rast gələ bilər. Uşaq yaşlarında rast gələ bilər, böyüklərdə rast gələ bilər. Bunu araşdırmaq lazımdır ki, səbəbi nədir? Nədən yaranıb bu qan azlığı? Məsələn, qidaya bağlı olaraq qan azlığı yarana bilər, qurd invaziyasına bağlı olaraq qan azlığı yarana bilər, intoksikasiya ola bilər, daxili mədə-bağırsaq traktında gizli qan itirməklə əlaqədar olaraq qan azlığı yarana bilər. Ümumiyyətlə bütün bu hallarda hər hansı bir simptomun olması, qana bağlı simptomun olması hökmən hematoloqa müraciət etməyə zərurət yaradır və hematoloqun müayinələri böyümüş limfa vəzləri hansı səbəbdən infeksiya mı bağlı olaraq, qan xəstəliyi ilə mi bağlı olaraq böyüməsini araşdırıb aşkar edəcək və yaxud da bayaq sadaladığımız məsələn, deyək ki, bədəndə göyərmələrin olması nəyə bağlıdır? Qan damarlarının keçiriciliyin artmasına mı bağlıdır? Trombosit miqdarının azalmasına mı bağlıdır? Trombositlərin funksiyasının azalmasına mı bağlıdır? Sümük iliyində qan yaranmanın pozulmasına mı bağlıdır? Və yaxud da ki, yaranmış qan hüceyrələrinin qanda müxtəlif səbəblərdən parçalanmasına mı bağlıdır? Bütün bunlar artıq hematoloqun sırf işidir, araşdırmasıdır və diaqnozun təyin olunmasıdır.